Deməli, mənim uşağımın 1 yaş yarımı var və bu gün yoldaşıma deyirəm ki, bəs yadındadır 4-5 ay bundan qabaq qədər biz bunu hər gün yatızdıranda qucağımızda yelləyirdik, bir əziyyətlər çəkirdik. İndi biraz böyüyüb və o əziyyət çəkdiyimiz vaxtlar, o gecələr yellədiyimiz vaxtlar, bu vaxtlar üçün darıxmağa başladım artıq. Bir gün mənə burada oğlumla bağlı bir post paylaşında biri yazdı ki, bacılardan biri yazdı ki, bəs vaxt gələcək sən uşaqlığı üçün darıxasan. Nə işi var? Düdüyün hələ dümbələn hələ 1,5 da 1 yaş yarımı var. Mən onun 1 yaşdakı vaxtları üçün, 5 aylıq vaxtları üçün darıxmağa başlamışam. Bu videomdakı mesaj əziz qardaşlar, çalışın uşaqlığın bir yerdə yaşayasınız ki, darıxanda çox acı çəkməyəsiniz. Nə bilim, pul qazanıb qıraqda arvad saxlamaqla deyil. Ya qazandığınız pulu, o əziyyətlə qazandığınız pulu ailəyə, uşağa sərf eləyin, o qat-qat sizin üçün qayıdacaq, maraqlı olacaq, əyləncəli olacaq və s. olacaq. Orada burada arvad saxlamaqla hələ o deyil də, yəni o həyat, nə bilim, şəxsən mənim öz düşüncəmi deyirəm ki, o deyil. Evdəkinə enerji və pulunu sərf elə, o qıraqda saxladığından qat-qat üstün olacaq. Görmə aparmayacaq.